Maraqlı suallardan biridir. D ifadənin ən kiçik qiymətini tapın. Deməli, biz birinci burada, bax bu mötərizədə olan, birinci mötərizədə olan ifadəni, yəni bax bunu vurğulara ayırmalıyıq. Düzdür? Hə? Yəni, lap bunu belə də düşünə bilərik. Bu kosinus kvadratı x-ə bir t desək, onda bu deməkdir də 2 minus t minus t kvadratı. Düzdür? Bax, kosinus kvadratı alfaya t desəm, kosinus 4-cü dərəcənin alfa t kvadrat olacaq. Elə deyil. Biz bunu vurğulara ayıra bilərik. Kvadrat üçgəninin vurğulara ayrılmasından. Yazaq bunu 2, 1. Burada nə yazırıq? Mənfi t, müsbət t. Yaza bilərəm Leyla? Aha. Yəni, nə oldu? 2 üstəgəl t, 1 minus t. Biz nəyə t demişdik? Kosinus kvadratı alfaya t demişdik. Düzdür? Onda bu olur 2 üstəgəl kosinus kvadratı alfa 1 minus kosinus kvadratı alfa. Düz deyirəm Elçin? 1 üstəgəl kotanges kvadratı alfa bizə nə verirdi? 1 ay sağ ol. 1 böl sinus kvadratı alfa. Bu da sinus kvadratı alfadır, bu da sinus kvadratı alfa. Düzdür? 1 çıxarsan kosinus kvadratı alfa nə verir bizə? Aha, sinus kvadratı alfalar ixtisar getdi. Bu da nəyə bərabərdir? 2 üstəgəl kosinus kvadratı alfa. Kosinus kvadratı alfanın ən kiçik qiymətini soruşur. Bəli, kosinus kvadratı alfanın ən kiçik qiyməti 0-dır. 2 üstəgəl 0, o da bərabərdir 2. Vəssalam. Başa düşə bildik?